Değerli Azerbaycan halkı, bütün dünya Azerbaycanlılarını salamlayıram. O cümleden yaşadığımız Şəki rayon Şiddəhne əhalisini salamlayıram. Həmişə olduğu kimi Nurlu Səhər TV YouTube kanalımız kendimizde giden prosesleri, yaxşı işleri daima alqışlayır, həmişə çəkilişini aparır. Hələ pandemiya dövründə də, bütün dövrlərdə Respublikada ilklere imza atan uğurlarımızı daimi bütün Azerbaycan vatandaşlarına, dünya Azerbaycanlılarına çatdırır, ərmağan ediyor. Bugün elə bir möhtəşəm gündür ki, ümumiyyətlə istenilen bir ölkə tarixində mühüm bir hadisədir. Dediğim kimi, Şəki rayonu Kiçikdəyinə kəndi müstəqillik dövründə attığı uğurların sayı hesabı yoktu. O kadar işlere imza atıp ki, bunu saymakla kurtarası değil. Kendimizde giden, Respublikanın hiçbir yerinde olmayan kuruculuk işleridir, abadlık işleridir, görülen xeyirxah əməllərdir. Bunlar öz yerinde. Ama bugün biz elə bir məclisdə, elə bir yerde oturmuşuq ki, kasıb bir aileden çıkan evladımız Serbiyada keçirilən yarışda nəinki rayonumuzu, kendimizi, Respublikanı temsil edip ve uğurlu netice ile ölkəyə qayıdıb Azerbaycan bayrağını dünya arenasında yükseklere kaldırır. Günay balamız indi bizimlədir, bir yerdedir. İstəyərdim ilk olarak Günay kızımız desin ki, bu idmana həvəs neden başladı onda? Necə oldu ki, idmana həvəs göstərdi? Televizorda, telefonda baxdım, hər yerdə baxdım. Ağda özümdə də həvəsim artdı. Əvvəlcədən də həvəsim var idi uşaqlıqdan. Belə qardaşım getdi, qardaşımdan baxdım, götürdüm. Hələ bir tərəfdən həvəsləndirdi, üstünə düşdü, dəstək oldu. Mən də gəldim. Çox gözəl. Bəs bu uğurların əldə olunmasında esasen kimler rol oynadı? Ailəm eləyim. Her halda indi siz kısa danışırsınız, başa düşdüm. Yani konkret, lakanik cevap verirsiniz. Her halda ben böyle başa düşürəm ki, sizdə həvəs yarandı, bu işlə məşğul olmağa başladınız. Sonradan sizin mükəmməlləşməyinizdə, bu səviyyə çatmağınızda neler rol oynadı? Hara gittiniz? Harada məşğul oldunuz? Birbaşa belə deyək ki, çıxıb evdə həvəsim var, dünya birinciliyində yüksək yer tutmaq olan şey deyil. Bu mənada sizə təkan verən, sizi bu səviyyəyə qaldıran kimlər oldu? Hər halda hansısa bir idmançı ilə işbirliğinde olmuşsunuz, işləmişsiniz. Bu mənada sual verin. Biz Bakı şəhərinə müvəqqəti olaraq getmişdik. Orada qardaşım getdi güləşə. Biraz getdik, sonra mən də ona baxdım, mən də həvəsləndim, getdim. Axırda bir yarışlara çıxdım, daha da həvəsləndim. Müəllimim falan udursam da yenə də həvəsləndim. Üstündə dururdu, ailəm, hamısı üstündə dururdu. Axırda getdim, yığma komandanın üzvü oldum, daha da professionallaşdım. Yarışlara getdim, Serbiyaya getdim. Serbiyada keçirilən dünya məktəbləri arasındakı yarışda Azərbaycanı təmsil elədim. Sonra 3-cü uğrunda güləşdim, axırda Braziliya. Udum, 3-cü qazandım, Azərbaycana qayıtdım. Hamı üstündə durdu, hamı həvəsləndirdi. Müəllimim sağ olsun, Aslanov Eylül çox üstündə durdu, çox təşəkkür edirəm. Ailəmə çox təşəkkürümü bildirirəm, onlar çox üstündə durdular. Yani sağ olsunlar size bu destek olan o müəllimin adını çəkdiniz. O da, o kollektiv də, o kollektivin özünə də bu kanal adından təşəkkür edirik ki, belə bir insan adi bir kənddən çıxan, əvvəllər heç bir şeylə məşğul olmayan, birbaşa kısa müddətdə onu yetişdirib, dünya birinciliyində yüksək yerlərdə qələbəsini təmin etmək. Bu herhalde kiçik iş deyil. Ne kadar güclü olsan da, ne kadar bacarıqlı olsa da kısa müddətdə bu işi görməkdə şübhəsiz ki, sizin məşqçi, sizdən məşğul olan müəllimin əməyi böyükdür. Ona bir daha təşəkkür edirik. Hər vaxtınız xeyir olsun. Mən uzun illərdir, yəni 1982-ci ildən sonra
Kiçik Dəhnə kəndində yaşamamışam. Amma oranla bağlı hər bir məlumat, təbii ki, pis məlumat olanda kədərlənirəm, xoşuma gəlmir, amma yaxşı məlumat olanda, sevincdirici məlumat olanda sevinirəm. İndi mən bu barədə mətbuatda da oxumuşdum, indi xatırladım. Deməli, həmyerlimiz, yəni Kiçik Dəhnə kəndindən olan 13 yaşlı Gülay Elşən qızı Xasməmmədova Serbiyada keçirilən güləş üzrə dünya çempionatında uğurla çıxış edib, Azərbaycanı layiqincə təmsil edib və 3 rəngli bayrağımızı orada qaldırıb və qalib kimi qayıdıb Azərbaycana. Bu xəbər məni də çox sevindirdi. Mən də Kiçik Dəhnənin yetirməsi olaraq bu xəbərə çox sevindim. Qeyd elədim axı, kəndlə bağlı, kəndimizlə bağlı hər bir xəbər mənə sevinç gətirir. Pis xəbərə isə üzülürəm, narahat oluram və əsəbləşirəm. Amma bu xəbərə həqiqətən çox sevindim. Ailəsini təbrik eləyirəm. Bütün Xasməmmədovları təbrik eləyirəm. Sonra Gülayın yetişməsində əmək olan Kiçik Dəhnə məktəbinin, sonra onun məşqçilərinin rolu da əvəzsizdir. Onları təbrik eləyirəm. Uğurları bol olsun Gülayın. Və Nurlu Səhərdən mənə verilən məlumata görə bugün sabah Gülay qızımız İtaliyaya yola düşür. Orada Azərbaycanı daha bir güləş üzrə keçirilən mötəbər yarışda təmsil edəcək. Uğurlar olsun. Ona yenidən Azərbaycana, Şəkiyə və tarix Kiçik Dəhnəmizə uğurla qayıtmanı arzulayıram. Hər birinizə xoş gün arzusu ilə Aytəkin Alxaslı, ölkənin şimalından, Qusardan. Salam aleyküm, hər vaxtınız xeyir olsun. Mən də bir gün xəbər çatdı ki, əslində Eldar müəllim bundadır. Bu Gülay xanım bizim kəndimizdədir. Yəni o Serbiyada keçirilmiş dünya birinciliyində bürünc medalı qazanıb. Bu çox böyük nailiyyətdir. Bu hər birimizin baş ucalığıdır. Və onu da o vaxt elə Eldar müəllimin sayəsində eşitmişdik YouTube kanalından. Çox qürur verici, çox belə nətərdir, fəxr edici bir işdir. Ona görə təbrik edirəm, bütün təbrikləri qoşuluram. Atasına, anasına göz aydınlığı verirəm. Ona görə ki, həm ən çox sevinən onlardır, həm də bu işdə əmək olanlardır. Ən çox əmək olan insanlardır. Yəni bizim cavanları, bizim gənclərimizi, bizim yeniyetmələrimizi ilk yaşından valideynlər yönəldir hansı səmtəsən. Bugün gündə çox gözəl nailiyyət, çox gözəl uğurlar qazanıblar. Çox sevindiricidir. Və mən bir kəndçi kimi, bir millət kimi, bir Azərbaycanlı kimi, yəni bu bütün Azərbaycanın əslində uğurudur. Əslində bütün Azərbaycanın uğurudur. Ən sevinən, amma ən çox sevinən bizik, bizlərik. Ona görə ki, o bizim kəndçi balamızdır. Mən hər bir kənddə olan insanlara, kənddə böyüyən evlatlara, hər birinə nəinki idmanda, başqa işlərdə də, başqa məsələn keçirilən bilik yarışlarında uğurlar arzulayıram və onların nailiyyətlərinə həmişə biz izləyərik, sevinərik ki, onlar yaxşı olsunlar və onlar bu eli, obanı həm yararlı insanlar kimi böyüsünlər, həm də bu eli, obaya bir şərəf gətirsinlər. Və belə insanlarla biz fəxr edirik. Bəli, biz oturanda deyirik ki, bu bizim kəndçimizdir və o bizə çox böyük, nətər deyim də, belə başucalığı verir. Yəni, fərəklənirik danışanda, ağız dolusu danışırıq, belə bir söz var da. Eldar müəllim sağ olsun ki, bu işləri görür, təbliğ edir, çox böyük işdir, həqiqətən də. Əslində, çox adam yadına da düşmür, amma Eldar müəllim bir kənd təsbikeşliyi olan insan kimi belə şeylərə, nəinki bu işlərdə, başqa kəndimizdə istənilən uğurlu olan işlərin hamısını təbliğ edir, danışır, çatdırır və çox da gözəl deyir, çox gözəl alınır. Sağ olsun, kimin əziyyəti keçirsə bu işdə hər birindən uğurlar arzulayıram və bu nəinki ayrılıqda hər birimizin qələbəsidir, bu ümumi qələbəmizdir, ümumi uğurumuzdur və bu uğura da hamımız sevinirik. Sağ olun, Allah sizlərdən razı olsun, bir də təbrik edirəm. Sağ olun. Salam aleyküm, hər vaxtınız xeyirli olsun.
Serbiyada keçirilən güləş üzrə dünya çempionatında dünya üçüncüsü olmuş Gülay balamızı mən də təbrik edirəm. Atasının, anasının gözü aydın olsun. Bütün kəndimizin gözü aydın olsun. Bütün Azərbaycanımızın gözü aydın olsun. Mən fəxr hissinlə deyərəm ki, halal olsun elə bir valideynə ki, bu gözəl uşaq yetişdiriblər. Uşaq ki, atanın, ananın, hətta Azərbaycanımızın başına uca deyib, ona halal olsun. Əhsən deyirəm. Təbrik edirəm. Mən də bir kəndçi kimi, bir hərbisi kimi, ümumiyyətlə, Müzəffər Alibaş komandanın dəmir yumruğu ətrafında birləşmiş hərbici kimi mən də bir təbrik edirəm. Necə ki, düşmən tapdağı altında olan torpaqlarımıza biz ki, qələbə çaldıq, bayraqlarımızı o gözəl torpaqlarımıza dalğalandırdıq. Bax, Gülay balamızın da belə, necə deyim, əziyyəti olub, bu dünya üçüncüsü olub, fəxrimizdir, nə gözəl. Mən Eldar müəllim sizə də təşəkkürümü bildirirəm. Həqiqətən də kəndimizdə, bax, o gözəl o sənin balan da 700 bal toplayanda, necə ki, kəndimizin adı hər yerdə, biz fəxr hissinə hər yerdə danışırıq ki, bizim kəndçimiz 700 bal toplayıb və bizim kəndçimiz dünya üçüncüsü olub, bugün yenə fəxr hisdən deyirik. Nə gözəl. Hamımızın fəxridir. Mən bir daha təbrik edirəm. Həqiqətən də buna sevinməyən mən inanmıram ki, nəinki bir kəndçi, bir Azərbaycanlı olsun. Bir daha təbrik edirəm, təşəkkür edirəm. Eldar mənim, yenə sizə də təşəkkür edirəm, baba sizə də təşəkkür edirəm. Öz YouTube kanalınızda dalğalandırırsınız, ictimailəşdirirsiniz. Gözəl, nə gözəl. Bir daha təbrik edirəm. Həqiqətən də mən çox sevindim. Bir daha təşəkkür edirəm. Qızım, indi bu qələbəni qazandınız, hamımızın qələbəsidir, əla. Biz bilmək istəyirdik ki, yaxın vaxtlarda, perspektivdə hansı səfərlər gözləyir, haralarda Azərbaycanı təmsil eləmək şansları var. Xahiş edirəm, qısa bu barədə deyərdiniz. Bu ayın 21, iyun ayının 23-ü İtaliyada Avropan var. İnşallah orada da birinci yıl bayrağımızı dalğalandıraram. İnşallah. İnşallah. Çox sağ olun. Biz də bu günü gözləyirik. Bir daha deyirəm ki, bu kasıb ailədən çıxıb, yəni kənd yerində bu uğurları əldə eləmək hər adamın işi deyil. Əsl qəhrəmansan, bala. Necə ki, bizim o 44 günlük müharibədə igidlərimiz Azərbaycanın başını uca elədilər, bayrağımızı Ucalara kaldırdılar. uca zirvələrdə qaldırdılar. Siz də bizim bayrağımızı dünyanın müxtəlif ölkələrində tanıtdınız, Azərbaycanı təmsil elədiniz. Bugünkü yığıncağımızda Vacib bəy də kanal üzvlərindən iştirak edir. Həmkarımız. Bir neçə kəlmə onu dinləmək istəyərdik. Eldar müəllim, təşəkkür edirəm. Çox sağ ol ki, bana da yer verdiniz. Mən Gülay balama İtaliya səfərinə uğurlar arzulayıram, başarılar arzulayıram. Bizi sevindirdiğiniz için bir daha size teşekkür edirəm. Allah sizə can sağlığı versin. Bu davamlı olsun. Çok sağ ol. Bir daha sana teşekkür edirəm. Uğurlar. Günay balamızın babası oturub, əslində bu ailənin ən böyük yükü onun üzərinə düşür. Ailəyi idarə edən odur. Bu ailədə bu mühiti yaradan babası olub, onun özünə təşəkkür edirik. Bir neçə kəlmə xahiş edərdik, özünə söz verilsin. Sağ olun, hoş gelmişsiniz. Bundan da yaxşı yerlərə gəlsin səsin, nə deyim? Evet. İnşallah. Bayrağımızı qaldırsın, yağmur İnşallah. yaxşı. Əziyyəti yerdə qalmasın da, əziyyət çəkir. Asan Çox olmuş sağ ki. olun. Bizim de fəxrimiz. Benim olsun. Bizim de fəxrimizdir. Kəndimizin fəxridir, dəyəridir, sərvətidir. Allah inşallah mən belə başa düşürəm ki, İtaliya səfərindən də dönəndə bir daha yenə Azərbaycan bayrağını yüksəklərə, göylərə ucallar. Gülay balamızla bir hər zaman fəxrləmişik, bugün də fəxrləyirik. Gələcəkdə də bizim arzularımızı, ümidlərimizi doğrulsun. Mən də Sağ olsun, var olsun. Sağ olun. ümid edirəm ki, Günay balamız inşallah uğurlu nəticə ilə bura dönəndə necə ki, bizim Amin. kəndin girəcəyində bizə qalibiyyət yaşadan döyüşçülərimizi zurna qavalla, musiqi ilə qəbul edib
gətirib burada təmtəraqla qeyd eləyirdik. Balamızı o səfərdən qayıtsın qələbi ilə onu biz qarşılayıb kəndin girəcəyindən bura kimi biz bütün kəndi səfərbər eləyib bu hadisəni qeyd eləyərik və bütün dünya bu gözəlliyi, bu təravəti Dəhnə xalqı tərəfində olan bu hərəkətləri hamısı alqışlayar və təəccüb eləyər ki, belə bir kənd var. Adı kənd olsa da nə qədər uğurlara, ilklərə imza atıb, inşallah davam eləyir. Yadınızda da mənim öz qızım da neçə il qabaq Şəki rayonunda ilklərə imza atdı təhsil sahəsində, yerdə yüksək falan. Yəni bu qız balalarımız başımızı uza eləyirlər. Bizim kəndin xeyriyyəçi insanları görün, kəndimizdə nə boyda işlər görürlər. Bu kənd ümumiyyətlə, mən deyərdim ki, Azərbaycan üçün yeganə örnək götürüləsi bir kənddir. İnşallah davamlı olar. Mən sonda istəyirəm ki, Nurlu Səhər TV YouTube kanalının adından tərtib etdiyimiz fəxri diplomla Günay balamızı təbrik edəyəm. Aynı Eldar müəllimlə görüş. Təbrik edirəm qızım. Mən də təbriklər qoşuram. Mən də təbriklər qoşuram. Uğurların bol olsun Günay xanım. İnşallah gələcəkdə də bizi yenə sevindirəsən. Eldar müəllimin arzuları da həyata keçsin. Gözəl bir gün Eldar müəllim dediyi kimi. Ay, sağ ol. Bəli. Bizim kənd əhalisinə də mən bu qədər dəyər göstərdiklərinə görə təşəkkürümü bildirirəm. Sağ olun. Bizim kanalı izləyirsən? Bəli. Necədir? Hoşun gəlir? Əla, çox gözəl balam. Canımızla bağlıyız bu torpağa, bu ele, sıralanıp dağ kimi gelin verey el ele. Canımızla bağlıyız bu torpağa, bu ele, sıralanıp dağ kimi gelin verey el ele. Gel bacım, gel kardeşim,
cana gel